Hər zaman mən azıq bütün sizə birlikdə bir dəqiqə bunu da alaq. 6. Hə, nəysə. Bir sizə birlikdə nə edirik? Təzə nə deyə? Bunu nəyə bir şey edirik? Nə deyilir? Hə, ondan Roblox'da 99 yəni əfsanə və əfsanələrin yoxlayırıq. Görək, yəni düzdür. Birinci desəm bu olmalıydı. Bunun bir də YouTube'da taktikini gördüm. İndi o nə edirik? Sonra yenə güncəlləməsi gəldi. Yəni gün axırıncı gün olmalıdır bildiyin qədər. Hətta sabah da demək olar. Aslında baxsam saat 8-də alırdı. Hə. Saat 8-də çəfdən bir şirkət deyə bir şeydir. Aman 99 istəyirdik. Güncəlləmə gətirir. İndi bu gün hər hal. O güncəlləmə haqqında da video çəkəcəm. Tək oynayıram. Başlayaq. Birinci yalanımız, yəni yalanımız deyil, əfsanəmiz dediyim o taktikdir. İndi danışacağım nətər olduğunu oyuna gedəndə çox asandır, yəni uzun olacağını bilmirəm. Amma gərək təzədən oynayaq qalan o 2 dənə eləməkdən ötürü. Yəni o şey deməkdən ötürü onu ölməliyik. Yəni bilə-bilə ölürük. Birinci nötr edir. 2 dənə ağac qırırıq. 2 dənə. Qırsaq. Biri qırıldı. Nətər idi? Yadıma düşdü. Sonra buna da qıraq. Qırdıq. Story'yi biraz buradan kəsdim. Çox da uzun olmasın. Bu indi bunları nətər edirik? Hamısını bura qoyduq. Altısını qoyanda aslında bura qədər düzdür. Bura qədər düzdür. İndi nə ağarmalıyıq? Çalışma masasının ikinci səviyyə çıxartmalıyıq. Ona görə dəmir, bir də dəmir 5 də taxta lazımdır. Onları yığıb gələk. Yığdıq. 5 də taxta, bir də dəmir. İndi bunu səviyyə atladıraq. İndi nə lazımdır? İndi bizə o lazımdır ki 3 dənə dəmir. Getdik. Onları da tez yığaq. Uzun müddətdən sonra axır ki tapa bildik. Yəni nə vaxtdan deyildi, yəni nə vaxt axtaram. Düzə az qalsın ki planımız alınmırdı. Bunları qoyduq, qıdayan bunları da qoyaq. Hər ehtimal qarşı ilə atmıram. Bilməm, yəni ikinci səviyyədə olmalı deyil. Yəni sizə fərqi yoxdur məncə. İndi bunu qoyuruq, yəni fərqi yoxdur. Burada öldürürük özümüzü. Sonra yenə yeməsə acıqdan alacaq. Hop. Elədik. Alındı. İndi buradan çıxaq. Nə qədər almas verdiyini də görək. Görək. İnşallah. Yəni bu. Eyb yoxdur, ən azından bir də ateş salarıq. Yəni, nə bilmək. Biraz keyfim pozuldu. Mən deyirdim, indi bir 20 alması saçım. Nəysə, ən azından 3 də hilə yox, əfsanəmizdən. Hələ ki, biri düzdür, birincisini də elədik. İndi nə qaldı? Dinakitin atasıyla 18 görəyi var, yoxdur. Onu da nətər edirik? Dinakiti qurtarmağa gəlirik. Sonra orada neyinirdik? Dinakitin yatağının altında bir də dinozavr oyuncağı olur göyə qırmızı. Ona basırıq, onun yeri dəyişir. Çox da yox, elə 1-2 addımlıq. Sonra onun kitab rəfində bir də altda qırmızı kitab var. Ona tıklayırıq. Ondan sonra nə olurdu? Yanından çıxdı. Dinozavr oyuncağın ilk olduğu yerdə.
Orada da şey olurdu. Onun atası 8 olurdu. Sonra nə idi? Onu Dina gida verir. Sonra nə olurdu? O cəsədi 1.999 XP qazanır. Yəni baskeçinə. İndi bunun həqiqi olmadığını yoxlayırıq. Tezcə bulatlayaq. Sonra kömür anı. Kömür tapaq da dağa çıxırıq. Mən buraları çasım, oralara qədər tez eləyim. Aha, 2-ci evdə çatdıq. İndi uşağı qurtarmağa gedək. Bunu uzaylı şey var məndə onsuz da. Klası var. Bunu yuxarıdan tez eləyək. Yəni bu da olsa 3 əfsanədən ikincisi də doğru olacaq. Yavaş öldürək. Axırıncını baltadan öldürərik. Deyəsən bu axırıncıdır. Axırıncı da olmasın, ona yedik. Ay, axırıncıdır. Qapı da açdıq. Buranı da belə açaq. Böyüksə çıxsa yaxşı olacaq. Ona görə ki, bax, Dina kedi götürdük. Özü dediyim kitab, bax. Bu dedi. İndi basaq görsən, nə olar? Olmur. Sonra bax, dediyim oyuncaq budur. Buna bastıq. Ki düzdür, deyəsən düzdür bu da. Sonra bax, bu yerindəsə daha buna basmırıq. Sonra bax, bu yerdə, bu nöqtə olan yerdə. Orada bir daha Əndrabadı bir daha oyuq açılacaq. Sonra oradan Dinakidin, bir daha Dinakidin atası ilə deyəsən olan səsi çıxacaq. Sonra Dinakid veririk onu birinci, amma deyəsən çadırını düzəltməliyik onu. Yəni çadırın nəzərçisi eləməliyik. Bir Dinakidi sahiblənməliyik. Sahiblənmək yox, bir baxıcısı olaq da. Düzdür. Take səkilə baxa bilirik. Səkilə görə bildiyimdən. Haydi buradan gör. Düzdür. Özdesən Zala biyomunda şəkil bu. Gedək. Birazca ətli götürək. O biri hiləmizdə indi ora çatanda deyərəm. O biri hiləmizi hələ demədən əvvəl bir daha bunu deyirik. Nə deyir? Bu nə deməksə, bear friend deyəsən, nəsə, sahiblənməkdir, nəsə. İndi istəyəm o qədər yaxşı ki, bunu basa düşmürəm. Sonra confirm, nə deyir, burada basa düşmədim. Getmə, həndə bu dinəqdə səksini veririk, verəmirik. Verdik. Ağacın içine girdi, oxuyamadım, nə yazım. Düzdür. 9999 XP bir arada verir. Ama ben gördüğümde 9999 XP verəndə bir anda 5 level'e çıxardırdıq. Artıq oldu ki, özümdə bilmədim. Ya bu hilədə, yəni hilədə yox, əfsanə. Bu üçündən bir yarımı düzdür. Yox, 2 yarım. Onu tam saymıram. Bir yarımı yox. Birincisi yarısı. Ondan da nəsə tam sayaq bunu. Şimdi ikinci hilə deyirəm yenə. Əfsanəmiz buydu. Bəslər biraz köhnə əfsanədir. Köhnə deyəndə gör nə qədər köhnədir. Yəni 2005-ci ildə çıxmış bu. Yəni həmin vaxtlarda idi. Bu ya ayı kürçü lazımdır ya da qurt. Yəni ayı kürçü məncə biraz çox uzun olacaq. Təkdə. Ona görə də qurt deniləm. Bunu qoyduz. Üstünə çıxdıq. Niyə belə oldu? Nəsə kullanmalıydım. Dən belə çini eləyək. Hop. Olmur. Üstünə çıxanda bunun uçmalıydıq biz bunu qaldıranda. Burası niyə belə oldu? Özüm də bilmədim. Var bir də səs dolandırdık lan. Məncə başqa hilə bilmirəm. Yəni araşdıra bilərəm. Video məndə gəlsə part 2 gələcək. Bunu da götürdük. Başqa hilə də qalmadı. Onda video qutar.
Yəni sağ olun, sağ-salamat qalın. Kanalıma da abunə olmazsa abunə olun. 50 abunədə Minecraft serisini başladırıq. Yəni öz sunucumuz, hər halda tək sunucuya girəcəm. Yəni bunu başqa əgər yəni 50 abunə çatsaq, onu bir də soruş videosunda izah edərəm. Yəni sağ olun, sağ-salamat qalın. Kanalıma da abunə olun.